hissəsinə. Baxırıq 3 nömrəli suala. Deyir, funksiyanın böhran nöqtələrini tapın. Böhran nöqtələri necə tapılır? Törəməni tapırsınız, 0-a bərabər götürürsünüz. F törəmə x bərabərdir. X kubu çıx 27 x-in törəməsi. X kubun törəməsi 3x kvadratdır. 27 x-in törəməsi 27-dir. 3x kvadrat bərabərdir 27-yə. X kvadrat bərabərdir 9-a. Onda x alıram müsbət mənfi 3. Onda böhran nöqtələri olacaq müsbət mənfi 3. Yəni B variantı. Sonra baxacağım 5-ci sualın izahına. Bunlar sizə iki cür verə bilər. Bir deyə bilər funksiyanın qrafiki, bir də verə bilər ki, törəmənin qrafiki. Əgər funksiyanın grafikini verərsə, minimum maksimum nöqtələrini tapanda təpə ilə çökəyə baxırsınız. Çökəklər minimum nöqtələrdir, təpələr isə maksimum nöqtələrdir. Yox, əgər sizdə törəmənin qrafiki olarsa, müsbətdən mənfiyə keçən maksimumdur, mənfidən müsbətə keçən minimumdur. İndi məndə şərtdə funksiyanın qrafikidir. Minimum nöqtələr isə çökəklərə baxacaqsınız. 3 dənə çökək var. Çökək bax belədir. Aşağı xətt qoyub, həmin o çökəklərdir. Olacaq 3 dənə. Yəni cavab olacaq A variantı. Sonra növbəti baxacağıq 23-cü suala. Həmçə 14-cü suala. Bu biri səhifədə. 14-də bizdə deyir artan olsun. Artan olması üçün əsas şərt nədir? Hər ikisi eyni olmalıdır. Ya ikisi də müsbət olmalıdır, ya da ikisi də mənfi olmalıdır. Məsələn, A variantına baxıram, biri sağa gedir, biri sola gedir. Bu deyil, Z-də də deyil. Y-yə baxın, hər ikisi sıfırdan kiçikdir. Ona görə cavab olacaq Y variantı. Yəni, hər ikisi ya müsbət olmalıdır, ya da hər ikisi mənfi olmalıdır ki, biz ona artan deyə bilək. Sonra baxırsınız 18 nömrəli suala. Deyir, azalma aralığını tapın. Azalma aralığı bizdə necə tapılır? Törəməni tapırsınız, kiçik bərabərdir, sıfırdan götürürsünüz. Artma aralığında isə törəmə tapılır, böyük bərabərdir, sıfırdan götürülür. Y üstü x funksiyasının törəməsi özüdür. Yəni, yazacaqsınız y üstü mənfi 3x, sadəcə 3 üstünün törəməsinə, yəni mənfi 3-ə vurursunuz. Bir də mənfi 3-ün x-in törəməsi mənfi 3-dür. Kiçik bərabərdir, sıfırdan. Mənfi 3-ə böləndə y üstü mənfi 3x üstə gəlir, böyük bərabərdir, sıfırdan. Biz bilirik ki, y üstü x funksiyası heç vaxt mənfi ola bilmir. Üzərinə də i plus 1 gəlirsə, cavab həmişə müsbətdir. Ona görə deyəcəksiniz, mənfi sonsuzluq, müsbət sonsuzluq, yəni cavab olacaq Y variantı. Sonra 26 nömrəli sual. Deyir, parçasında ən kiçik qiymətini tapın. Parçada ən böyük, ən kiçik qiymət bizdə törəmə ilə tapılır. Necə tapırsınız? Birinci funksiyanın böhran nöqtəsini tapırsınız. Yəni, törəmə tapıb 0 götürürük. 2 gəlir qabağa 4x. Kök altında x-in törəməsi 1/2 kök x. Bərabərdir 0-a. Deməli, 4x bərabərdir 1/2 kök x. 8x kök x 0. 0 yox, 1. Üzr istəyirəm. X kök x bərabərdir 8-də 1. Deməli, x 4-də 1-dir. Nə edəcəm? X-in yerinə 0, 1, yəni sərhəd nöqtələri, bir də 4-də 1 qoyacam. Funksiyanın özündə. 0 qoyanda cavab 1 eləyir. Biri budur. Sonra 1 qoyuram. Eləyir 2. İkinci 2-dir. Bir də 4-də 1 qoyacam. Yəni, bunlar gedir 8-də ortaq məxrəc çıx 4, üstə gəl 8. 8-də 5. Deməli, deyir ki, bizdə ən kiçik qiymətini tap. 1, 2, 8-də 5, ən kiçik 8-də 5-dir. Cavab olacaq C variantı. Növbəti 35 nömrəli sual. Minimum nöqtələrin cəmini istəyir. Minimum nöqtələri tapmaq üçün mənfidən müsbətə keçənləri götürməliyəm. İndi burada necədir məsələ? Deməli, belə. Belə bir şeydir. Kəsişmə nöqtələri mənfi 9-dur. Əsas diqqət eləməli olduğum. Mənfi 2 nöqtəsidir.
Sonra 0 nöqtəsidir. 3'dür. 5'dir. İndi baxaq. -9 belə gedib. Yəni mənfidən müsbətə keçib. Minimum nöqtənin biri budur. 2 nöqtəsində belə gəlib. Yəni müsbətdən mənfiyə keçib. Bu maksimum nöqtədir. Məndən bir dəqiqə. İstəyirdi minimumlar. Aha, bu maksimumdur. Sonra 0. 0 belə gedib. Yəni mənfidən müsbətə keçib. Bu da minimumdur. Sonra bu belə gəlib. Müsbətdən mənfiyə keçib. Bu maksimumdur. Bu da mənfidən müsbətə gedib. Bu da minimumdur. -9 ilə -5 eləyəcək -4, yəni C variantı. Sonra baxırıq 47 nömrəli suala. Bu da bu tiplidir. Deyir ekstrem. Ekstrem nöqtələr törəmənin qrafiki isə x oxunun kəsdiyi nöqtələrin sayını tapırsınız. Şəkildən də göründüyü kimi x oxunu 3 nöqtədə kəsib, deməli 3 dənə ekstrem nöqtəsi var. Onda cavab olacaq sizdə A variantı. 67 nömrəli sual. Ən böyük ən kiçik qiymətin tapılmağının bir yolu da bizdə törəmədir. Buna O bölü V-nin törəməsi kimi baxacağıq. O'nun törəməsi V, çıxılsın V-nin törəməsi bölünsün V-nin kvadratı. Deməli, 12x-in törəməsi 12-dir. Vurulsun məxrəc. Çıxılsın məxrəcin törəməsi 2x-dir. Vurulsun sürət. Bölünsün məxrəcin kvadratı. Sürət 0 olmalıdır. X alıram müsbət mənfi 3. Böyüyünü istəyirsə gətirib x-in yerinə 3 qoyacaq. 18 bölünsün, yox 36 bölünsün 18. Bu da olacaq ki, cavabımız olacaq ki. Sonra növbəti baxacağıq törəmənin tətbiqi ilə məsələ həlli. Bir nömrəli sual. Deməli, deyir, tam səthin sahəsi 24 pi olan silindrin oturacağının radiusu nə qədər olmalıdır ki, onun həcmi ən böyük olsun. Tam səthin sahəsi silindirdə 2 pi r kvadratı üstə gəlsin 2 pi r-dır. Bərabərdir 24 pi-yə. Hər tərəfi 2 pi-yə bölsəm, buradan r-i çıxardıram, r plus h. R plus h bərabərdir 12 bölü r. H bərabərdir 12 bölü r çıxılsın r. Həcmi ən böyük olsun deyir. Həcmi 3-də 1, yox, s oturacaq vurajdır silindirdə. S oturacaq vuraj. Pi vurulsun r kvadrat, h-ın yerinə bunu yazırıq. İndi vuraq açaq. Ən böyük olsun deyirsə, törəmə tapıram 0. 12 pi çıxılsın 3 pi r kvadrat. Olacaq r kvadrat 4. R alıram müsbət mənfi 2. Tərəf mənfi olmur, r 2-dir. Radius istəyirdi, cavab olacaq E variantı. Nəyə ən böyük olsun, ən kiçik olsun deyirsə, onun törəməsini tapırsınız, götürürsünüz 0. Bir də bu tipli 4-ə baxaq. Deyir 20 ədədini ilə 2 müsbət ədədin cəmi şəklində göstərin ki, onlardan birinin kubu ilə digərinin kvadratı cəmi ən kiçik olsun. Deməli, birini x desəm, 1 olur 20 çıxılsın x. Birinin kubu digərinin kvadratı. Törəmə tap 0. Bir də x-in törəməsinə, yəni mənfi 1-ə vururum, bərabərdir 0. Hər hansı bir səhvimiz yoxdurmu? Diskriminant. 4 üstə gəlsin. 3-ü 40-a vururam. 120, 120-ni də 4-ə vuranda 480. Bu da 22-nin kvadratdır. X 1-2 bərabərdir. Mənfi 2 plus minus 22 bölünsün 6. Köşlərdən biri mənfi 4-dür. Biri də 20 bölü 6, yəni 10 bölünsün 3-dür.
3/3/1. Deməli, biri 3/10-dur. Cavablarda da 3/10 olan yeganə variant Y variantıdır. O birini tapmağın da yolu gətirib burada yerinə qoymaqdır. Yəni o cür tapılır. Əslan, bu da törəmədən düşə biləcək suallarımız.